İmam Cəfər-i Sadiq əleyhissalam mübarək kəlamlarının birində buyurur ki, insan iman gətirdikdən sonra, yəni müsəlman olduqdan sonra onun edəcəyi ən əzəmətli, ən böyük, ən savablı əməl məhz namazıdır. Yəni namaz yeganə əməldir ki, əziz möminlər, onun savabını ötəcək, üstələyəcək ikinci bir əmələ rast gəlməzsiniz. Və hətta namaz yeganə əməldir ki, istisnası yoxdur. Məsələn, zəkat imkan yoxdur, vermirsən. Həcc imkan yoxdur və ya təhlükə var, müstəti deyilsən, getmirsən. Oruc, xəstəsən və digər səbəblər tutmursan. Cihad həmçinin. Hansı əməli desəniz, onun istisnası var. Namaz yeganə əməldir ki, heç bir halda onun istisnası yoxdur. Xəstəsən, ayağı üstə duranmırsan, otur. Oturanmırsan, uzanılaraq. Heç bir şey yoxdur, su yoxdur, təyəmmüm torpaq, o da yoxdur. Heç nəyə əlin çatmır, fəqihlərin əksəriyyəti deyiblər ki, namazı qıl. Ona görə namazın heç bir istisnası yoxdur. Niyə? Həzrət ardınca buyurur ki, Əs-salatu kəffaratul xətaya. Çünki namaz insanın bütün xətalarını, bütün günahlarını pozub aradan aparar. Ona görə də başqa bir hədisində Peyğəmbərimiz Əs-salatu mi'raci ümməti deməklə ümmətimin yüksəlişidir, mənəvi yüksəlişidir ifadəsini buyurmaqla bizim uca dərgaha mənəvi olaraq yüksəlişimizin əsasında məhz namazın dayandığını bildirmiş olur.